Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb. İsmayıllıdan olan fermerlər deyirlər ki, mal bazarının bağlanması satışa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı. Bazarlarda dezinfeksiya işləri aparmalıdırlar və bazarın qarşısında durub malları yoxlamalıdırlar və xəstə malları içəri buraxmamalıdırlar. Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimli heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimli heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir. Şimalda mal bazarının bağlanması bizə böyük təsir eləyir. Bağlanıb heyvan xəstəliklə bağlı başqa üst tuturuq, başqa rayonlardan alıb gətiririk. Ona görə də qiymət qalxımı da qalxa gedir. Bazarlar bağlansa gedir mal yəsinin qapısına uzaq yerlərdən. Gətirəndə bizə sərf eləmir. Baha satırlar, od qiymətinə gətirir, burada təzədən boyunda kəsilir. Orada pul verir, bizə sərf eləmir. Maşın pulu, boynu gəlir, amma belə getsə ətin qiyməti qalxır. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Respublikamızın həm sərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq heyvan bazarlarında 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsinə başlanılacaq. Heyvan bazarlarına məhdudiyyət müvəqqəti xarakter daşıyır. Sözügedən bazarların sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya və deratizasiya tədbirləri görüləcək. Bu məhdudlaşdırma ondan əlaqədardır ki, bir daha deyim, hər hansı xəstəlik yayılan, əgər mövcuddursa yayılması baş verməsin. Eyni zamanda bazarlarda xüsusi infrastruktur yaradılması istiqamətində işlər getsin. Agentlikdən o da bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər. Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Məntəqələrdə baytarlıq nəzarəti təmin edilir. Buna görə də bu qərarın ət bazarına təsir edəcəyi güman edilmir. O da qeyd edilib ki, aktanın regional bölmələri, yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə müvəqqəti məhdudlaşdırma qərarının icrasını təmin edəcəklər. Qida Təhlükəsizliyi Agentliyi bu qərarın ət bazarına təsir etməyəcəyini bildirsə də, ekspertlər əksini düşünür. İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bir tərəfdən ölkəyə ət ixalının azalması, digər tərəfdən xəstəliklə əlaqədar olaraq məhsulun az satışa çıxması qiymət artımına səbəb ola bilər. Nəticə etibarilə də bazara məhsul az gələndə tələb isə stabil olduğuna görə qiymətlərin artması normal bazar konjunkturasında proqnozlaşdırıla bilən məsələdir. Amma qeyd etdiyim kimi xəstəliyin yayılma genişliyindən, arealından asılı olacaq məsələdir. Qeyd edək ki, sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra heyvan bazarlarının fəaliyyəti bərpa olunacaq. Rafiq Həsənov, Elçin Məlikov, Kənan Qafar, Aytən Fehruz, Xəzər xəbər.